Onda belə deyək də, nəzərə alsaq ki, Azərbaycanda evliliklərdə, bunu tək Azərbaycanla bağlamıram, evliliklər məhəbbəti sonlandırır deyirlər. Bir neçə ildən sonra zaten evliliyin hissləri dəyişə bilir, dəyişir. Yaxşı, burada insan neynəməlidir? Ayrılmalıdırmı? Yoxsa hər yaşadığı dönəmdə bu hissləri yaşayacaq deyə müəyyən insan da çıxmaya bilər axı qarşısına. O da var. Yəni insan istəmədiyi həyatı yaşayırsa, o dəqiqə dərhal ayrılmalıdır. Mən belə deyərdim ki, biz uşaqlıqdan o fikirlə böyüyürük ki, mən böyüyüb işləməliyəm, pul qazanmalıyam, bir də ailə həyatını qurmalıyam. Və biz bu arzularla yaşayırıq. Plus minus 25, 30, 35 yaş arasında biz buna çatırıq. Və sonra həyat sanki dayanır. Sanki mən istədiyimə nail çatdım və buradan o yanası yoxdur. Ssenari yoxdur. Ssenari yoxdur, davam etmir. Halbuki iş qurmaq, pul qazanmaq və ailə qurmaq bu sadəcə bizim baza ehtiyaclarımızdır. Hər şey ancaq ondan sonra başlayır. Hələ ondan sonra başlayır. Nə vaxt bizim uşaqlarımız olur, nə vaxt biz cəmiyyətdə hər hansısa bir yer tutmağa başlayırıq. Harda biz daha da böyüyürük və genişlənirik. Təəssüf ki, hələ ki buna doğru çox az adam gedir. Çox az adam anlayır ki, evlilik və işə çıxmaq bu son deyil, bu hələ başlanğıcdır. Bundan sonra mən hələ bir 30, 40, 50 ildə yaşayacağam. Nə edəcəksən, necə edəcəksən? Bizim ən böyük problemimiz, mən deyərdim, qorxulardır və o düşüncədir ki, artıq gecdir. Artıq gecdir nəyisə dəyişdirmək, artıq gecdir nəyisə həyatda yenidən başlamaq, artıq gecdir oxumaq, 30 yaşda, 35 yaşda biz düşünürük ki, artıq gecdir. Əlbəttə ki, əgər bugün kimsə anlayırsa ki, mən xoşbəxt ailə qura bilməmişəm, bu o demək deyil ki, bu dəqiqə boşanmaq lazımdır. Bu o deməkdir ki, baxlamaq lazımdır, hardadır bu boşluqlar. Hansı boşluqları mən buraxmışam ki, mənim həyatım indi bu cürədir. Mən belə deyə bilərəm. Nə vaxt biz başlayırıq inkişafa, biz demək olar ki, ayılırıq. Biz ayılırıq, görürük nələr düz deyil. Çox vaxtı bizim yanımızda olan insanlar, əgər onlar da marağındadılar, bu həyatı dolu yaşamaq, sadəcə orada sürünmək, necəsə, gün keçirmək yox. Bəli, gün keçirmək yox, it pişik kimi, heyvan kimi. Sadəcə nəyisə yaratmaq, nəyisə etmək. O zaman insanlar sanki bir-birini itələyir. Kimsə gedir və o birisi onun dalınca düşür və necəsə kimsə köçür, kimsə başlayır fərqli bir işlər yaratmaq, ailə biznesləri qurmaq, işlər dəyişdirmək. Biri öncə birinə köməklik edir, sonra özü də nəsə edir. Bəzən isə təəssüf ki, biz ona gəlib çıxacağıq ki, mən inkişaf olundum, yanımdakı insan isə hələ də geridə qaldı. Səbəb midir bu ki, mən ayrılmayım deyə ayılmayım? Bu artıq əlbəttə ki, hər kəs özü üçün bu cavabı verəcək. Səbəb midir ya yox. Amma bu dəqiqə ayrılmaq ki, mənim həyatım gətirmədi və mən çıxıb gedim buradan və başqa bir insanla eyni məsələ olacaq, sadəcə adlar fərqli və bu qədər. Bəli, çözmədiyin üçün təzədən səni yeniləri gözləyir.